Dəmir hidroksidlə kalium hidroksidin reaksiyasının qısa yöntəmliyinin əmsalları cəmini tapın deyir. Dəmir 3 xlorid və kalium hidroksid. Buradan nə alınacaq? Dəmir 3 hidroksid və kalium xlorid alınacaq. Əmsallaşdıranda bura 3 yazırıq, bura 3. Sonra dəmir 3 müsbət, üstə gəl 3 xlor mənfi, üstə gəl 3 kalium müsbət, üstə gəl 3 OH mənfi. Bu tərəfdən də dəmir 3 hidroksidi olduğu kimi yazırıq. 3 kalium müsbət, üstə gəl 3 xlor mənfi. Buradan da eyniləri ixtisar eləyəcəm. Xlorlar getdi, kaliumlar getdi. Nə qaldı? Dəmir 3 müsbət, üstə gəl 3 OH mənfi. Buradan da alır dəmir OH 3. Qısa yöntəmlə 1, 3, 4. Bu da 1 eləyəcək 5. Cavabımız B variantı.